Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunun da toxunması asandır. Jiletə, jaketə, papağa, nə istəsəniz toxuya bilərsiniz. Uşaq adyalına. Sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. Milimədəki burada neçə ilmə yığmışam. Cüt ilməklərdir də. 5-5, cüt yox, 5-5 ilməklərdir. Nə qədər istəsəniz artıra bilərsiniz də buradan. 5-5. Mən də indi milimin üstünə bir 20 ilmək yığacağım. Belə bir sap götürürəm. İki, üç, dört, beş, altı, yedi, sekiz, dokuz, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek yığdım milimin üstüne. İndi rezinka hissəsini toxumuram. Bir sıra tərs toxuyuram. Bura düz üzüdür. Birinci ilməyini də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri axıra qədər hamısını tərs toxuyuram. İndi tərs üzdən də bütün ilməkləri tərs toxuyuram. Birinci ilməyi götürürəm. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən bunu götürürəm kənar ilməyi. Buradan yenə bir düz götürürəm ilməyi. Sapı keçirdirəm özümə sarı. 1, 2, 3 ilmək toxumuram. Sap qalır özümdə sarı. Yenə sapı o üzə keçirdirəm. Yenə bir dənə düz toxuyuram. Yenə sapı özümə tərəf keçirdirəm. 3 ilməni toxunmadan götürürəm. Yenə o üzə keçirdib arada bir ilmək. Elə bil aralarında bir ilmək olur. 2, 3. Dördüncünü buradan toxuyuram. Yenə 3 ilmək götürürəm. Sap özüm tərəfdə qalır.
Burada da bir ilmek toxuyuram. Bir ilmek buradan. Yine burada bir ilmek artıq yığmışam. Bunu da düz toxuyuram. Kənar ilmeği tərs toxuyuram. Arka tərəfdən indi kənarı götürürəm. İlməklə hamısını tərs toxuyuram. İndi düz üzdən yenə də eyni şeyi təkrar edirik 2 dəfə. Kənarı götürürəm, bir düz götürürəm, yenə sapı keçirdirəm özümə tərəf. 1 2 3 3 ilməni götürdüm, dördüncünü bir ilmək toxudum. Yenə 3 ilməni toxumadan götürürəm, dördüncünü toxuyuram. Sıranın axıra qədər belə toxuyuram. Yenə 3 ilməni götürürəm, sap özüm tərəfdə qalır, dördüncünü toxuyuram. Bu ilməyi də yenə toxudum düz, kənarı da tərs toxuyuram. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram. Kənarı götürürəm, qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən belə bir toxunma alınıb. İndi düz üzdən kənarı götürürəm. Bu düzü toxudum. Burada 3 ilmək var. Bu 3 ilmənin birincisini toxuyuram. Sonra bu mili, bu toxumadığım ilməklər vardı, boş buraxdığım. Onun altından keçirdirəm bu mili, ilməni götürürəm mili üstündən. Həmin ilmələrin altından çıxardıb milə keçirdirəm, onu düz toxuyuram. Yenə arada bunu toxudum, 2 ilmə, 3 ilmə. Bu üçüncünü də toxuyuram. Yenə bu altdan keçirdirəm. Bu mili üstdəki ilməni götürüb, həmin o boş ilmələrin altından çıxardıb milə keçirdirəm, sonra düz toxuyuram. Yenə də 1 2 3 ilmək toxudum. Yenə bu ilməklərin altından götürürəm mildəki ilməni. Bunu altından keçirdib bura. Sonra onu düz toxuyuram. Yenə 3 ilməyi düz toxuyuram. 2 3. Axırıncını da yenə milə götürdüm. Keçirdib düz toxudum. Bu 2 ilməni də düz toxuyuram. 3 ilmə. Bu kənarı da tərs toxuyuram. Belə. Arxa üzdən yenə hamısını tərs toxuyuram. Kənarı götürdüm. Qalan ilməkləri hamısını tərs toxuyuram.
İndi bu sıranı düz üzdən hamısını tərs toxuyuram. Düz ilməkləri hamısını tərs toxuyuram. İndi arxa üzdən də bir sıra tərs toxuyuram. Formada belə bir naxışa alınır. Bunu indi yenə birinci sırada necə başlamışdıqsa burada ilməklər düzdür. Bu formada da başlayırıq. Belə bir naxışa alınır. Bu da indi toxuduğum. Sağ olun. Əgər bəyəndinizsə, bəyən düyməsini basmağı, abunə olmağı da unutmayın. Gələn videomda görüşənə qədər.